Davam edirik 21-ci sual. Deyir ki, heterozigot genotipi müəyyən edin. Təbii ki, biz heterozigot genotipi müəyyən edə bilirik. Bax, burada C variantıdır. Digərləri homozigot vəziyyətdədir. Heterozigot olan C variantıdır. İnsanın somatik hüceyrəsində atosom xromosomların sayı. Biz bilirik ki, somatik hüceyrəmizdə 2n bərabərdir 46 xromosom var. Və atosom xromosomların sayını tapmaq üçün də 2n çıxaq. Yaza da bilərik 2n çıxaq 2 düsturundan istifadə. Bu 2 və bu qarşıdakı duran 2 bizim cinsiyyət xromosomların sayını göstərir. Yəni insanın somatik hüceyrəsində olan cinsiyyət xromosomların sayını. 2-dən 2-yi çıxarıq, eləyər 44. Yəni 46-dan 2-yi çıxarıq, doğru cavab 44 etmiş olar. Bunu digər canlılara da tətbiq edirik bu düsturu. 2-yə çıxaq 2-ni. Çarpazlaşma nəticəsində F1 nəslində alınan fərdlərin genotipi bu tipli olmuşdursa, A, B, B-dirsə valideynlərin genotipini müəyyən edin. Yəni 2 tip yalnız burada deyir ki, 2 əlamət əmələ gəlib. Hansılardır əlamətlərimiz? Sarı hamar, bir də yaşıl hamar əlamət əmələ gəlib. Onda bizə məsələ şərtində bu cür verilibsə, biz burada məsəl üçün bir-birinə baxsanız, burada A, B. Gəlin yazaq məsəl üçün D variantını yazaq. Mən hər birinə baxmışam. İndi vaxt az olsun deyən varianta baxıram. Kiçik A, kiçik B. Əmələ gətirdiyi qametlər. Digər tərəf isə bir tip qamet əmələ gətirəcək A, B. Alınır böyük A, kiçik A, böyük B, kiçik B, kiçik A, kiçik A, böyük B, kiçik B. Həqiqətən də özünü doğrultdu. Verilən şərti sarı hamar, yaşıl hamar fenotip alındı. Doğru cavab D variantıdır. Digərlərini çarpazlaşdırsanız, siz elə eləməlisiniz ki, alınan fərdlər bax bu ikisi olsun. Mütləq valideynin genotipini təyin etmək üçün. Digərinə baxaq, çarpazlaşması nəticəsində maksimum neçə kombinasiya əmələ gələr? Crossover baş verməmişdir, dominantlıq tamdır. Bax, diqqətli olaq, çarpazlaşması nəticəsində. Burada indi Morgan qanunudur və ilişikli irsiyyat var. Crossover yoxdur, ona görə alınan qametlər A, B birinci tip, bir də kiçik A, kiçik B qametini əmələ gətirir. Bunları bir-biri ilə çarpazlaşdırdıqda alınır A, burada da yazaq A, B-ni və kiçik A, kiçik B. Bir-biri ilə çarpazlaşdıraq. Böyük A, böyük A, böyük B, böyük B, daha sonra böyük A, kiçik A, böyük B, kiçik B, digəri də böyük A, kiçik A, böyük B, kiçik B, kiçik A, kiçik A, kiçik B, kiçik B. Baxsaq, gəlin bunların genotipinə baxaraq fenotipi də müəyyən edə bilərik. Sarı hamar, yaşıl qırışıqdır. Amma bizdə deyir ki, neçə kombinasiya alınar? 4 fərd alınmış olar. Doğru cavabımız 4 edər. Neçə fenotip qrup alınar soruşsaydı, deyərdi ki, 2 fenotip qrup alınar. Sarı və yaşıl fenotip qruplar əmələ gələr. Sarı hamar, yaşıl qırışıq. Doğru cavab bizdə B variantıdır. Yenə deyirəm, ilişikliklə mütləq şəkildə Mendel fərqlidir. Baxaq, cədvələ əsasən rəqəm və ya rəqəmlərdə boz rəngli dovşanların genotipini müəyyən edin. Biz bilirdik ki, boz rəngli dovşanların genotipi hardakı böyük C, böyük A varsa boz dovşanlığı bildirir. Böyük C, kiçik A varsa qara əlaməti bildirir. Kiçik C, böyük A varsa ağ dovşanlar dünyaya gələcək və hətta 2 dənə kiçik C-lər bir yerdədirsə, yenə ağ dovşanlar əmələ gələcək. Bax, 1-də bozluq var. 5-də bozluq var, 1-də 2-də. Niyə? Böyük C, böyük A bir yerə düşüb. Doğru cavab 1, 2, 5 ola bilər. Qeyri-allergenlərin qarşılıqlı epistaz təsiri mövcud olduğu halda bunun genotipi oxuyaq. Nə olar? Qara genotipli, qara dişi dovşanı ilə bu genotipli ağ erkək dovşan çarpazlaşmasından F1 nəslindən neçə faizini boz dovşanlar təşkil edir? Gəlin mütləq şəkildə yazmalıyıq. Aha, yazaq. Bizə nəyi verib genotip? Böyük C, kiçik C, kiçik A, kiçik A, qara, bir də kiçik C, kiçik C, böyük A, kiçik A. Qamet almalıyıq birinci. Böyük C, kiçik A, C, A. Digəri isə kiçik C, böyük A, C, A-dır. Bir-biri ilə çarpazlaşdırıq. Alınır. Böyük C, kiçik C, böyük A, kiçik A. Kiçik C, kiçik C, böyük A, kiçik A. Daha sonra böyük C, kiçik C, kiçik A, kiçik A
və kiçik C-lər, kiçik A-lar. Gəlin oxuyaq genotipi. Boz, boz, yox, üzr istəyirəm, boz. Bu bir dənə boz. Daha sonra burada ağ, 2 dənə C, A bir yerdəsə ağ. Burada da ağ əmələ gəlir və bir dənə də qara. Deməli, bir dənə boz, 2 dənə ağ, bir dənə qara. Bizə deyir ki, boz nəslin neçə faizini təşkil edir? Neçə nəsilimiz alındı? 4 nəsil alındı. 4-ü 100%dirsə, 1-ə də düşən x-dir, o da bərabərdir 25% eləyə bilər. Yəni, nəslin 4də 1-i bozdur, 4də x-i ağ oldu, 4də 1-i isə qara olmuş oldu. Doğru cavab 25%. Digərinə baxaq, qeyri-tam dominantlıq şəraitində genlərin hepsi genotipli erkək çarpazlaşması nəticəsində nəslin neçə faizini ağ dovşanlar təşkil edər? Bunu artıq yazmayacağım, özümüz çarpazlaşdıraraq. Birinci 4 tip qamet əmələ gətirir. Hansılardır? Yaxşı, gəlin bunu da yazaq. Qametlərini yazaq. Böyük C, böyük A, böyük C, kiçik A, kiçik C, böyük A və C, A qametləri. Digəri isə qara genotipli 2 tip qametlərlə böyük C, kiçik A, C, A. Bax, bu cür qametlər əmələ gətirir. Bax, bunları bir-biri ilə çarpazlaşdırdıqda ağ dovşanları təyin edə bilərsiniz. Digərinə baxaq, qara rəngli dovşanların çarpazlaşmasından F1 nəslində ağ rəngli balalar da əmələ gəlibsə, valideynlərin genotipini müəyyən edin. Deyir ki, qara rəngli dovşanların çarpazlaşmasına. Bax, məsəl üçün, burada C variantını götürmərəm. Qara deyil, boz əlamətdir. Amma bu hər ikisi qaradır. Burada da məsəl üçün bozluq var. Boz əlamətdir, heç uyğun gəlmir. A variantına qalacaq. Daha sonra burada nədir? Yenə qara əlamətdir. Amma bizə deyir ki, qara rəngli dovşanların çarpazlaşma F1 nəsə ağ rəngli balalar demələ gəlmişdi. Bax, burada bu ağdır. Yalnız mən B və A-nın arasında qalaram, qara rənglərin. Ona görə doğru cavab B variantıdır ki, çarpazlaşdırsanız görərsiniz ki, ağ rəngli balalar da dünyaya gəlir. Necə əmələ gəlir? 2 dənə C var burada. Ağda bilirik axı kiçik 2 dənə kiçik C-lər olmalıdır. Və 2 dənə kiçik C-nin birini anadan, birini atadan dünyaya gətirir, alır. Ona görə də doğru cavab B variantı olar. İnsanda genom mutasiyaları hansı üsulla öyrənilir? Genom mutasiyaları bilirik ki, xromosom sayının bir vahidi artıq olması və yaxud da bir vahidi az olmasıdır ki, o da sitogenetik üsulla öyrənilir. Verilmiş çarpazlaşmaların hansı və ya hansılarında F1 nəslində genotipə görə parçalanma 1-in 1-ə nisbətində olar, ilişiklik yoxdur. Həmişə bu cür yadınızda qalsın, bir tərəfi heterozigot valideynin, digər tərəfi homozigot ola bilər. Yəni, homozigot dominant da ola bilər, homozigot resessiv də ola bilər. Məsəl üçün, birdə alana bilər, 1-in 1-ə nisbətində sarı hamar, sarı qırşıq, yaşıl hamar, yaşıl qırşıq çarpazlaşdırsanız, həqiqətən də 1-in 1-ə nisbətində fenotip və genotip alınır. 1-də alına bilər, 2-də alınmayacaq. Burada AB bir tip əmələ gələcək. Böyük ya kiçiyə, böyük B, kiçik B alınır. Alınmır, digərinə baxaq. Bəli, burada yenə alınacaqdır. Burada da yenə deyirəm, homozigot həm də heterozigot vəziyyətdən asılı olaraq alına bilər. Doğru cavab 1 və 3-dür. Bu isə heterozigotdur. Burada 4 dənə fenotip, 9 genotip alınır. Doğru deyil. Doğru cavab 1 və 3-ə. C variantına uyğundur. Tam olmayan dominantlıq şəraitində cəhrayı çiçəkli gecə çiçəyi bitkilərin çarpazlaşmasından F1 nəslində. Tam olmayan dominantlıq o deməkdir ki, qeyri-tam dominantlıq şəraitində 2 dənə cəhrayı çiçəklərin çarpazlaşmasından. Biz bayaq buna aid də yazmışdıq. Yəni, böyük A-nın çarpazlaşmasından qırmızı da alınır, 2 dənə cəhrayı çiçəklər də alınır və ağ çiçəklər də alınır. Qırmızı, cəhrayı ağ. Doğru cavab D variantı olmuş olar. Digər suallara baxaq. Əgər sarı rəngli toxumdan inkişaf etmiş 2 noxud bitkisinin monohibrid çarpazlaşması nəticəsində birinci nəsildə yaşıl rəngli toxumlar əmələ gəlibsə, onda çarpazlaşmada iştirak edən. Yəni, yaşıl rəng alıbsa, yaşıl rənglər bilirdik ki, kiçik A, kiçik A'da. Bu kiçik A'ların birini anadan almalıdır, birini atadan olmalıdır. Ona görə də burada bitkilərin ikisinin də genotipində bu toxumun yaşıl rəng geni vardır. Yəni, çarpazlaşma belə olacaq. Böyük A, kiçik A, böyük A, kiçik A.
Bunu genlərə fikir versək, ona görə kiçik ya alınır. Yaşıl fərd əmələ gəlir. Digərinə baxaq, Down sindromlu kişinin 23 ədəd somatik hüceyrəsində cəmi neçə cinsiyyət xromosomu olar? Fərqi yoxdur, Down sindromlu insan olsun, digər normal insan olsun, yəni kişinin somatik hüceyrəsi olsun, sağlam kişidə də bir somatik hüceyrəsi